Yaxşı müəllim, Hı -hı. ya özünə güvənən müəllim, Hı -hı. doğru valideynlərlə də münasibət qurur. Hı -hı. Sadəcə məktəbdə mühit yaratmaq lazımdır. Müəllim istənilən şagirdə döymək olmaz Yox, əlbəttə. məsələ döymək, indi biz Yox, döymək bir deyirik. dənə orada döymə də uşağı. Vəssalam. Hı -hı. Ağıllı, məntiqlə, mən sizə bir şey deyim, öz təcrübəmizdən deyirəm, bir savadlı, ağıllı müəllim auditoriya girir. Yəni indi uşağı döyürlər ki, bəyəm Elə bir müəllimlər. özünün aurasıyla sinifə ələ alır ki, onun dərsindən kimsə uzaqlaşmır, qaçmır. Bir şeylər öyrənməyə çalışsan, demə qarşındakının cazibən olmalıdır. Yəni 80-ci illərin uşağı deyil də bu Əlbəttə, 80-ci uşağı deyil, amma eyni zamanda müəllim də 80-ci ilin müəllimi deyil axı. Müəllimin indiki yaşam şəraiti, informasiya alma qabiliyyəti, yaxud da operativ hansısa bir məsələni həll eləmə imkanı o vaxtından daha çoxdur. O vaxt müəllim də uşaq saxlayırdı, 2-3 uşağı var idi, amma tələm-tələsik gəlirdi. Amma o vaxt evdə hamam yox idi. O vaxt evdə marşrut, özünün maşını yox idi. İndi müəllim öz maşını ilə də gəlir. Demək istəyirəm odur ki, şərtlər də fərqlidir. Və ona görə də biz müəllimin, valideyn məsələn, indi o gün bir uşaq hərəkət eləmişdi, uşağı döymüşdü. Siz valideynin məntiqinə baxdınızmı? Valideyn dedi ki, kimə söysələr belə, söysələr, yaxşı indi o söyüşü qəbul eləmədi. Qatacaqlar həbsxanaya, ondan da pis 10 dəfə söyəcəklər, qulağı sallayıb eşidəsən. Həbsxanada onu eşidə bilirsən, yanındakılar, o vorzakonlar falanlar deyəcək, o qanun doğrular deyəcək. Onu qəbul eləyəsən. Amma bir uşağın söyüşünü ona fiziki zor tətbiq. Demək, gücünü harada artıq görürsəniz, onu tətbiq eləməyə hər kəs başlasa, onda nizam tərəzi pozular. Aydındır, Fazil bəy, müəllimin də nüfuzunu məncə geriyə qaytarmaq lazım. Müəllim də əvvəlki nüfuzda deyil. Mütləq. Mən həmişə demişəm ki, mən sizə bir şey deyim. Millət vəkili də əvvəlki nüfuzda deyil. Ölkədə ən böyük millət vəkili hamısını qoyun qırağa. Birinci növbədə müəllimin şəxsiyyətinə hörmət olunmayan, müəllim gələndə ayağa qalxınmayan, müəllim gələndə o sayğını görməyən, göstərməyən cəmiyyətlərin axırı heç vaxt yaxşı olmaz.